veteranlar, vətənə aşıq olanlar. Bildiyiniz kimi bugün biz igid şəhidlərimizdən birinin Leyləqan torpağından yetirilməsi idarəni Hüseynov Ruslan Vəlioğlunun şəhadət günü münasibətilə onun evinin, ocağının, məzar evini ziyarət etdikdən sonra onun qulağının başındayım və çox gözəl bir haldır ki, artıq bizim məktəblərimizdə uşaqlarımız vətənpərvər hissi ilə böyüdülür. Buna görə müəllimlərimizə, məktəb direktorlarımıza da öz təşəkkürümüzü bildiririk. Həm bir ictimai birlik olaraq, həm bir vətənpərvər şair yazar olaraq hər birinizə öz təşəkkürümü bildirirəm ki, belə bir gündə şəhidimizi unutmamısınız, onun ziyarətində siz də varsınız. Və mən hər bir şəhidlərin tədbirində çıxış edərkən özümə hər zaman borc bilmişəm, qeyd edirəm ki, bizə gəl bu gözəl məmləkətimiz, anamız Azərbaycanın vətən torpaqlarında şəqrə qatqınlayırsa, aydın səmadan nəfəs alırıqsa, məhz bir zamanlar mən fəxr edirəm ki, Azərbaycanlıyam deyib də, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır nidasıyla çıxış edən və bu nidanı ilk 4 ilə təsdiqləyən Cənab Ali Başkomandanı və onun dəmir yumruğu ətrafında sıf birləşərək bizə qalibiyyət yaşadan müzəffər ordumuza, cənnətlik şəhidlərimizə, yarı əzalı qazilərimizə hər birimiz bir can borcluyuq. Eşq olsun vətənin belə igid vətənpərvər el oğullarına. Və mən istəyirdim ki, elə burada həm də öz ictimai birliyimiz haqqında da danışım. Düzdür ki, igid şəhidimizin məzar evini ziyarət edərkən biz vurguladıq. Biz Bakı şəhərindən bura məhz igidimizin adıyla bağlı gəlmişik bir şəhid ailələri əlində müharibə veteranlarının müdafiəsinin ictimai birliyi olaraq gəlmişik. Və mən də bugün burada bu ictimai birliyin həm fərqli üzvü, həm də Anam Azərbaycan Zəfərin 5 ili adlı layihəsinin layihə rəhbəri, nazlı yazar olaraq burada sizinlə öz fikirlərimi, öz şeirimi bölüşməyə gəlmişəm. Və ilə icazənizlə igid şəhidimiz Hüseynov Ruslan Vəlioğluna ithaf etdiyim Vətənə can sifət edən iqlim adlı şeirimi sizinlə bölüşüm. Müəllif Jurnalistlər Birliyi, Turan Yazarlar Birliyinin üzvü, Qızıl Qələm mükafatı layihəsi, vətənpərvər şair, nazlı yazar olaraq. Bir torpaq parçası deyil ki vətən, namusdur, qürurdur, ana qucağı. Bunu dərk etməz ki, hər yoldan ötən. Şəhiddir, qazidir odlu ocağı. Payızın gəlişi, azadlıq sesi. İnləyən torpağın dərdli naləsi. Gələcək imdada yetər oğullar. Bitəcək o dərdli, qəmli nağıllar. Gözü yola dikdi, dərdli Qarabağ. Bildi gələcəkdir oğullar qoçar. Gələcək Ruslanlar, toğlul elnurlar. Yurt dalgalanacaq, 3 renkli bayraq, bahar qəsəbəsi, bahar fəslində. Dünyaya gəldi nur, Ruslan ismində. Vətənə, xalqına can yanan oldu, vətənin uğrunda qəhrəman oldu. An Vəlioğludur, o Leyla ananın əziz oğludur, vətənə can sipər edən igidim. İskəndər qardaşı, Bozqurd oğludur. Döyüşlü Füzuli, o Xocavənddə, şehir dilə gəldi bənddən bir bəndə. Zəngilan, Cəbrayıl, Quvadlı Şuşa, Qırmızı Bazarda gəldi o cuşa. Döyüşlü igidim aldı qana qan, əziz bir doğun, doğma beyləqan. Düşmən gülləsinə tuş gələn igid, yerdə qalmadı o Qızıllı Alqan. Şuşa da alındı, xanın kəndi də. Elə bizim idi o yurt əslində. Müzəffər ordumun zabit əskəri durub vətənin yurt keşifində. Bacılar biz səndən danışır ibid, Xatirə danışır səndən ey şəhid. Nazlı yazar diller
şənli günləri şeirlə o yazar xatirələri. Gənclər unutmasın Nur şəhidləri, gənclər unutmasın Nur şəhidləri. Bir daha fərq etməz tarixin ta o başından bu başına dək, bu vətənin bir vətən olarak var olması ve gelecek nesillere ötürülmesi için canını feda eden, şehitliğe yükselen bütün şehitlerimizin Allah verdilerin, əliyarların, şükürlerin, poladların, mübarizlerin nurlu ruhları karşısında baş eğerek halkımıza, milletimize, devletimize birlik ve müstakillik, sülh arzulayan, bu ne ki bizim Azerbaycanımız, ümumilikte Turanımız, ümumilikte yaşadığımız dünya evimiz daima sülhlə berqarar olsun. Allah rəhm elə bu millətə sən, bayrağa bükülüb şəhid gəlməsin, analar saçını yolub yerlərə, vay bala deyərək pəğam etməsin. Amin Allah. Teşekkür ederim.